Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Rüfət müəllim Şəxəliyev. Bu günlər sizlər üçün part 11 videosunu izah eləyəcəm. Bu videoda bizlər demək ki, buraxılış imtahanına düşə biləcək sual tipləri üzərində nümunələr göstərəcək və başlayaq suallarımıza. Qeyd edeyim ki, bu sual tipləri əsasən 11-ci siniflər üçün nəzərdə tutulmuşdur. Bir ədədi silsilə üçün S13 bərabərdir 78 olarsa, bizə deyir A7-nin qiymətini tap. Uşaqlar, bunu həll eləmək üçün biz birinci bilməliyik S-nin cəmini. S-in düsturun cəmi nəyə bərabərdir? A1 üstəgəl AN bölü 2 vur N-ə bərabərdir. Və yaxud da bu düsturu belə yazırlar ki, A1 üstəgəl D vurulsun N çıx 1 bölü 2 vur N kimi göstərirlər. İndi biz bunu sadələşdirsək, bizdə N-imiz 13-dür. Yazarıq onda nə? Yazarıq ki, S-n bərabərdir. A1 üstəgəl A1 üstəgəl D vurulsun 13 çıx 1 bölü 2 vur 13. Buradan nə alarıq? Buradan alarıq ki, S-n bərabərdir. Nə? 2 dənə A1 üstəgəl 13D, daha da 12-dir. 13-dən bir çıxanda 12-dir. Bölü 2. Vur nə? 13-ə. S-n nədir bizə? 78. Yazıram onda nə? Yazıram onda 78 bərabərdir. Nə uşaqlar? 2A1 üstəgəl 12-dir. Bölü 2 vur 13-ə. Gəlin belə eləyək. Buradan 2-ni çıxardaq mötərizə xaricində. Yazaq ki, 78 bərabərdir. 2 çıxsa mötərizə xaricində qalar A1 üstəgəl 6-dir. Bölü 2 vur 13. Burada 2-lər ixtisar gedər. Yerdə qalar nə? 78 bərabər nəyə? A1 üstəgəl 6-dir, vur 13. A1 üstə 6-dir nəyə bərabərdir uşaqlar? A7-yə. Bizim A7-ni istəyirdilər də. Onda yazıram nə? 78 bərabərdir. A7 vur nə? 13-ə. İndi mən A7-ni tapmaq üçün nə edərəm onda? 78-i bölərəm 13-ə. Alaram ki, A7 nəyə bərabərdir? 78 böl 13 mənə verir nə? Mənə verir 6. Deməli, cavab nə eləyəcək? Cavab eləyəcək uşaqlar 6. Qəşəng sualdır. Bu sual imtahana da nədir? Düşə bilər. İmtahana da düşə bilər bu sual. Bundan əlavə, gəlirik növbəti biz suala. Növbəti sualda belə deyir ki, ikinci sual. Onu buradan yazaq. Buradan yazaq və vərəqə biraz iqtisadi baxımdan qənaət eləyək. Deyir ki, 100 dərəcəli bucağı radiana çevir. Uşaqlar, bucağı radiana çevirəndə nə edirdi? Həmin bucağı vururduq nəyə? Pi-yə, bölürdük 180-də. Bu da nə deməkdir? Bu da o deməkdir ki, nə edəcəyik biz? Biz yazacağıq ki, 100 pi bölünsün 180. Burada sıfırlar ixtisar getdi. Yerdə qaldı nə? Burada qaldı nə? 18-də 10 pi. Bunu da ixtisar aparsaq biz 2-yə alarıq nə? Alırıq 9-da 5 pi. Deməli, 100 dərəcə necə göstərə bilərik uşaqlar? 9-da 5 pi kimi göstərmək mümkündür. Aydın oldu mu bu sual? İndi üçüncü sualı izah edək. Belə bir suala baxaq uşaqlar. Deməli, bizə deyir ki, dəyişən hansı qiymətində 3x vurulsun 4 üstəgəl 4x ifadəsinin qiyməti x vur 12x çıx 5 ifadəsinin qiymətindən 51 vahid böyükdür. Deməli, bunun üstə 51 gəlməli. Başlayırıq bunu yazmağa. Yazıram 12x üstəgəl 12x-in kvadratı bərabərdir. 12x-in kvadratı çıx 5x üstəgəl 51. Yığıram hamısını dəyişənlər bir yana. 12x üstə 12x-in kvadratı çıx 12x-in kvadratı üstəgəl 5x bərabərdir 51 uşaqlar. 12x kvadrat, 12x kvadrat. Bunlar ixtisar gedir. 12x ilə 5x mənə nə verir? 17x bərabərdir nəyə? 51. X nəyə bərabər olur onda? Onda 51 böl 17. X nə olacaq onda? X olacaq 3. Deməli, cavab nədir uşaqlar? Cavab 3-ə bərabərdir. Bu da qəşəng sualdır, yaxşı sualdır. Növbəti bir suala baxaq uşaqlar. Deməli, mənə deyir ki, A çoxluğu 20-dən kiçik sadə ədədlər çoxluğudur. A çoxluğu daxildir nəyə?
20-dən kiçik sadə ədədlər çoxluğuna hansı elementlər daxildir bura uşaqlar? 20-dən kiçik sadə ədədlər. 1 yox. 1 nə sadə ədədlə mürəkkəb. 2, 3, 5, 7, 8 olmaz, 9 olmaz, 10 yox, 11, 13, 17, 19. Deyir, hə, sadə ədədlə çoxluq olarsa, onun elementlərinin sayını tap. Başlayırıq saymağa. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, ena nəyə bərabərdir uşaqlar? 8-ə. Deməli, 8 nəymiş? Bu da yaxşı suallardan biridir. Sonra sonuncu sualı izah eləyək. Belə bir suala baxaq uşaqlar. Deməli, düz xətt üzərində 4 nöqtə varsa, alınan parçaların sayı K-dır. 6 nöqtə varsa, alınan parçaların sayı M-dir. Sənə deyir ki, K plus M cəmini tap. Uşaqlar, belə sual olduğu halda parçaların sayının düsturu nədir? Parçaların sayı n vur n çıx 1 bölü 2 düsturu ilə təyin olunur. Səndə burada n deyir 4-dür. 4 onda nə olacaq? 4 vur 4 çıx 1 bölü 2. Yəni nə? 12 bölü 2 6. K oldu 6. Digərindən olacaq? 6 vurulsun 6 çıx 1 bölü 2. Bu da nə verəcək bizə? Bu da bizə verəcək 6 vur 5 30 bölü 2 15. Sən deyir nəyi tap? K plus M-i deyir tap. Bunları da toplayanda nə verir bizə uşaqlar? 6 üstəgəl 15 nə verəcək mənə? 21. Cavab elədir 21. Uşaqlar, video xoşunuza gəldisə videonu bəyənməyi, kanala abunə olmağı unutmayın.